Salam, mən FS Akademinin informatika üzrə təlimçisi Qədirova Nərgiz. Bu gün sizə 2026-cı il 14 iyun tarixində MIQ imtahanına düşmüş bir sual nümunəsinin izahını verəcəm. Deməli, verilmiş proqram fraqmentinə əsasən S dəyişəni 17 dəyəri almışdırsa, n üçün daxil edilə biləcək ən kiçik dəyərin rəqəmləri cəmini tapın. Deməli, S ən sonda 17 alıb. Görək S neyniyib? S K-ları cəmləyib. K-lar da nədir? 7-yə böləndə qalıqda nə alınırsa, həmin ədədlər cəmləyir. Və biz bu qaydanı while-dan əzbər bilirik ki, bu qayda 7-liyə çevrilmə qaydasıdır. Yəni müəyyən bir ədəd olub, ədəd 7-liyə çevrilir və 7-yə çevriləndə qalıq nə alınıbsa, həmin qalıqlar cəmlənir. 7-lik say sistemin rəqəmlərdə bilirik ki, sıfırdan başlayır. 0, 1, 2, 3, 4, 5 və 6-ya qədər davam edir. İndi burada biz ən kiçik dediyinə görə adətən neçə rəqəmli olduğunu da deyə bilərdi, deməyib. Onda biz elə ən azı təbii ki, bir rəqəmdən alına bilməyəcəyinə görə, 2 rəqəmdən alına bilməyəcəyinə görə ən kiçik olaraq biz 3 rəqəmlə gedirik ki, 3 rəqəmdən biz 7-lik say sistemində olan bir ədədi götürək ki, ədədin də rəqəmlərin cəmi bizdə 17 versin. Təbii ki, 1-lə, 0-la, 1-lə, 2-lə, 3-lə bunlar alınmayacaq. 4-lə də hətta alınmır. Əgər mən 4 götürsəm, yerdə qalır 17-dən 4 çıxanda yerdə qalır 13. 13 üçün də gərək mən 6, 7 götürəm. Təbii ki, bu da alınmadığına görə mən 5 götürmüş oluram birincini. 5 götürəndə yerdə qalır 12. 12-ni almaq üçün də mən 6, 6 götürsəm, mənə rəqəmlər cəmi 17 olan 12, 17. 17 olan 7-lik say sisteminin ən kiçik ədədi bu formada ala bilərəm. Təbii ki, ədədimiz birinci 7-lik say sistemində yox, 10-luq say sistemində olub. Onda mən bunu 10-luq say sisteminə çevirəndə nə edirəm? Gedirəm 5 vurulsun 7 üstündə 2, üstə gəlsin 6 vurulsun 7 üstündə 1, üstə gəlsin 6 vurulsun 7 üstündə 0 bərabərdir. 7-nin kvadratı eləyir bizdə 49. Gəlin 49-u da vuraq deməli 5-ə. 49-u 5-ə vuranda eləyir 245. Üstə gəlsin 6, 7, 42. Üstə gəlsin 6. 245-in də üzərinə 48-i gələndə 293 edir 10-luq say sistemində. Deməli, verilən ədədimiz misala başlayanda 293 ilə başlayıb və bunun bizdən rəqəmləri cəmini istəyir. 293-ün rəqəmləri cəmi 2 üstə gəlsin 9, üstə gəlsin 3. 10-luq say sistemində olduğuna görə çox rahat formada cəmləyirik. Cavabımız edir 14. Yəni bu sualımızın cavabı bizdə 14 alınır.